31 yanvar və 1 fevral tarixlərində təşkil olunan xizək yarışı üzrə Heydər Əliyev kuboku maraqlı məqamlarla yadda qaldı. Şaxdağ Turizm Mərkəzinin təşkilatçılığı və Qış İdman Növləri Federasiyasının dəstəyi ilə təşkil olunan bu tədbirdə uşaqlar və böyüklər birincilik uğrunda mübarizə apardı. Bu yarışın təşkil olmasında əsas məqsəd ölkədə xizək idman növünü təşviq, inkişaf etdirmək və buna maraq yaratmaqdır. Həmçinin gələcəkdə beynəlxalq yarışlarda təcrübəni daha da genişləndirməkdir. Turnirin sonuncu günündə müxtəlif yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi gigant slalom növündə bacarığını nümayiş etdirib. 18-22 yaşlı oğlanların yarışında İsmail Tağızadə, qızlar arasında isə Valeriya Duchenko qələbə qazanıb. 23-45 yaşlı kişilər arasında Ramiz Ağayev rəqiblərindən üstün olub. Qadınların mübarizəsində isə Anna Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azər Quliyev və Sanna Skalabri 46-56 yaş qrupunda birinci yer tutub. Yaşı 57-dən yuxarı kişilərin yarışında isə Azad Kəlibiyev fərqlənib. 66 yaşım olub. 62 nömrəli idmançı 23 yanvarda. Deməli, bu gün də xizək üzrə yarışmada, kubokda 52 saniyəyə düşdüm. Çox gözəl tədbirlərdir. Adamlar cəmləyir, adamlar yığılır. Xizək yarışları tamam fiziki qanunlar burada tam dəyişdiyi üçün tamam ayrı bacarıqlar tələb eləyir. Müəyyən vaxt tələb eləyir ki, öyrəşəsən, müəyyən bacarıqlar əldə eləyəsən. Gənclərə tövsiyə eləyirəm. Və fikrim budur ki, yəni Azərbaycanda bu idman növünün daha da inkişaf elətdirilməsi, ya genişləndirilməsi çox təqdirə layiq olardı. Yarışın sonunda qalib və fərqlənənlər kubok və medallarla təltif olunub.